Salam, 7-ci sinif biologiya 2-ci hissədən ümumiləşdirici tapşırıqlara baxaq. Qida piramidasının sxematik təsvirini dəftərinizə köçürün. Sizə məlum olan rasional qidalanma prinsiplərinə uyğun olaraq qida məhsullarının adını piramidanın müvafiq hissələrinə yerləşdirin. Birinci burada verilibdir tərəvəz. Tərəvəz bura qeyd olunacaqdır. 1. Sonra meyvə. Meyvə də bura qeyd olunacaqdır. 2. Yağlar. 3-cü dedik ki, yağ zirvədə olur. Bura qeyd olunur. 3-cü. Şirniyyat 4 də bura qeyd olunacaq. Dənli bitkilər 5. Bu məhsulları birinci dərəcədə olduğuna görə piramidanın əsasında yerləşdirilir. Ət məhsulları 6 bura qeyd olunacaqdır. Makaron piramidanın əsasına qeyd olunacaq. Süd məhsulları 8 bura qeyd olunacaq. Çörək 9 da bu birinci əsas. Süd məhsulları yox. Bu un məhsulları birinci yerdə durduğuna görə burada un məhsulları, sonra tərəvəz, meyvə, ət, süd və şirniyyat, yağ zirvədə olmalıdır. İkinci sualda cədvəlin müvafiq xanasına işarə ilə sağlamlıq probleminin çəki azlığı və ya artıq çəki səbəbi ilə yarandığını qeyd edin. Baxın, problemlər verilibdir. Çəki azlığında nə ola bilər? Artıq çəkidə nə ola bilər? Saçın tökülməsi artıq çəkidə, çünki saçın kökləri piy toxuması tutur, onun qidalanması çətinliyi olur, qanla təchizatı pozulur və s. olduğuna görə saçın tökülməsi artıq çəkinin problemidir. Piylənmə artıq çəkinin problemidir. Daimi yorğunluq yenə artıq çəkidədir. Arterioskleroz da artıq çəkidədir. Baş gicəllənmə çəki azlığında ən çox ola bilər. Yuxusuzluq mən deyərdim həm artıq çəkidə, həm də çəki azlığında meydana çıxa bilər. Sonra diabet artıq çəkidən yarana bilər ən çox. Ona görə də bunu bura qeyd eləyirik. Üçüncü, verilmiş sözlərdən istifadə edərək cümlələri tamamlayın. Birincidə qeyd olunubdur, mobil telefon immuniteti, yəni orqanizmin müdafiə mexanizmini zəiflədir. İkincidə, telefonla işləyərkən insanın gözü praktik olaraq hərəkətsizdir. Bu, görmə qüsuruna səbəb ola bilər. Üçüncüdə, telefonun elektromaqnit şüalarından telefonun elektromaqnit şüaları sağlamlığa zərər verir. Dördüncü, insanda telefondan asıllıq yarana bilər. Qeyd olunmalıdır.
İnsanın dördüncüyə keçirik. İnsanın davranışının hansı xüsusiyyətləri onun psixoloji sağlamlığına mənfi təsir göstərir? Mübahisədə emosiyalarını göstərmir. Mənfi təsir göstərir. İkinci, mübahisədə təslim olmur. Bax, bunu qeyd eləmək olar. Sonra üçüncü, nəyə qadir olduğunu yaxşı bilir, yox. Söhbət zamanı qarşıdakı insanın arqumentinə fikir vermir. Bax, bu da mənfidir. Dost və ailəyə qarşı kin saxlayır. Dostlara və ailəyə qarşı kin. Bax, bu da mənfidir. Yaradıcı işlərə həvəslidir, bu müsbətdir. Daim özündən və hərəkətindən narazıdır. Bu da psixi problemə mənfi təsir göstərə bilər, problem yarada bilər. Ətrafdakı insanlara mehriban davranır, bu mənfi təsirə aid deyil. 5-ci suala baxırıq. 5-ci sualda bədənin kütlə indeksi bu düsturda tapılır. Bildiyiniz kimi bədənin kütlə indeksini tapmaq üçün bədənin çəkisini boyun hündürlüyünün kvadratına bölmək lazımdır. Çəki kiloqramla, boyun hündürlüyü isə metrlə ifadə olunduğuna görə hər biriniz bədən çəkisini boyun kvadrat metrinə bölməklə bədənin kütlə indeksini ala bilər. Bədənin kütlə indeksini hesablayın. Yəni qeyd elədik ki, hər bir şəxs bədən kütləsini, yəni bədənin çəkisini, kiloqramın neçə kiloqram olduğunu boyun kvadratına bölməklə, yəni boyun uzunluğu 2 dəfə bir-birinə vurulur. Bölməklə bədənin kütlə indeksi tapılır və bədənin kütlə indeksi baxırıq, bura bilirik ki, qəbul olunubdur 18-dən azsa çəki azlığı var. 18-dən 25 arasıdırsa normal çəki hesab olunur. 25 ilə 30 arasında artıq çəki, 30-dan çox isə piylənmə hesab olunur. Və bununla aldığınız rəqəm bunların hansına uyğun gəldiyindən istifadə etməklə siz bədəninizin kütlə indeksindən tapıb onun sayəsində bədən kütləsinin artıq olmasını, normal olmasını və yaxud da ki, az olmasını müəyyən edə bilərsiniz. Bu qədər, sağ olun.